Bu 32 il ərzində çox çətinliklər görmüşük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizə Allah ömür versin. İndi bizim torpaqlarımız azad olunubdur. Biz öz yerimizə qayıtmışıq. Cəbrayılımıza gedirik. Bugün mən Cəbrayıl rayonuna gedirəm. Biz gəldik ana vətənimizə, torpağımıza. Hər bir şeyimiz, hər şəraitimiz yaxşıdır. Şükür Allaha. İndi köçlər də gəlir bir-bir, hamı bir-birini tanıyır, mehriban, danışırıq, gəzirik rayonumuzu. Hər yer canlanır. Tikinti gedir, binalar ucalır, hər bir şey var, hər şərait var. Məktəbimiz də var, tibb məntəqəsi var, aptek var, isti suyumuz, qazımız, hər bir şey var, yaxşıdır. Hər şey yaxşıdır. Bunlar parklar var, uşaqları olanlar gedir, parkda gəzir, uşaq əyləncələri var.